Aleykümselam və Rahmetullah Bərəkatuhu. Bir qrup insan var ki, onlar da eşad məni dinləyir, amma hədisləri tam inkar etmirlər. Bir qismini inkar edirlər, bir qismini isə yox. İnkar etdikləri qismlərdə niyə inkar edirsən deyə sual verəndə məntiqinə düz gəlmədiyini və s. qeyd edir. Təbii ki, bu düşüncələri belə səhvdir. Çünki insan ağlı naqisi dərk edə bilmirsən, problemi şəriətdə axtarmalı deyil. Quran və sünnəyə tabi olmalıdır. Bəs belə insanlara münasibətimiz necə olmalıdır? Əlaqəni kəsməliyik, ya hədisləri tamamən inkar etmirlər deyə dəvətə davam etməliyik. Hər bir halda dəvət etməlisiniz. Yəni, mən niyə görə deyirəm onların əlaqəni kəsin? Kimlərin ki, elmi yoxdur. Yəni, zəifdirlər, elmdə zəifdirlər, imanda zəifdirlər. Belə şübhələr düşən kimi dərhal təslim olurlar. Onlardan söhbət gedir. Amma bir bacı ki, əlhəmdülillah, elmi var, imanı var, yəni dəvətçidir, o heç bir halda bundan əlaqəni kəsməlidir. Heç bir halda. Nə bunlarla, nə o birisilərlə. Bizim əlaqə kəsdiyimiz, kəssin dediklərimiz elmsizlərdir. Yəni elmsiz bacılardır ki, baxırsan ki, indi illərlə namaz qılırlar, hələ də məhz necə çəkilir, məhsi nə pozur bilmirlər. Yəni bu insanlara 3 dənə ayə gətirsən, sabahsın görsən başqa fikir düşəcəklər. Söhbət belə bacılardan gedir ki, yəni onlar özlərini qorumaq üçün, bəli onlar həmən istər yarımçı inkar eləsin, tam inkar eləsin. Həmən insanların qətiyyətli formada, yəni yerlə göyə qədər məsafədə uzaqlaşmalıdır. Amma söhbət hansı bacı elmi var, şəriət oxuyur, bilir, əhkamları bilir. O heç bir halda əlaqəni kəsməli deyil. Nə tam inkar eləyəndə, nə də yarımçı inkar eləyəndə. O öz dəvətini davam elətdirməlidir və onların şübhələrini onlara başa salmalıdır, dəvət eləməlidir. O əlaqəni kəsmir. Əlaqə kəsən kimlərdir? Elmsizlər, yəni savadı olmayanlar. Ona görə kimlərin ki, elmi savadı varsa, onlar bu cihadda böyük bir şücaət göstərib öz dəvətlərini davam eləməlidir. Allah bizim elmli bacılarımızı müvəffəq eləsin. Çünki günümüzdə elmli bacılarımıza çox ehtiyac var. Amma çox heyif ki, çox azdır. Yəni oxuyan bacılar çox azdır.